Tez-tez xəstələnməyimizin səbəbini bilirsinizmi? Limonu sevirsiniz. Siz onu çayınıza sıxırsınız, yoxsa bir dilimi çaya atırsınız? Balıqla limon yeyirsiniz. Yediyiniz zaman onu dişləyirsiniz, yoxsa yeməyə əlavə edirsiniz? Heç borşa limon əlavə etmisinizmi? İndi özünüzü bir dilim limon yaladığınızı təsəvvür edə bilərsinizmi? İndi isə əsas sual, kimin ağzı sulanır? Yəqin ki düşünürsünüz, bunun xəstəliklə nə əlaqəsi var? Fikir verin, siz hələ bu limonu görməmisiniz və eləməmisiniz. Sadəcə onu düşünmək bədəninizdə kimyəvi reaksiyalara səbəb oldu. Davamlı olaraq mənfi bir şey haqqında düşünəndə də eyni şey olur. Bu anda vücudumuz bədənimizi yavaş-yavaş məhv edən stres hormonları istehsal edir. Əgər siz həmişə xəstəlik haqqında düşünürsünüzsə, sadə sözlə desək, daha çox xəstələnəcəksiniz. Odur ki, pozitiv olun, həyatdan həzz alın, hər şeyin yaxşı olduğunu, sağlam olduğunuzu düşünün və bu çox güman ki baş verəcək.